Salam dostlar, mən Elnur Rəsulov AzFinLabdan. Bugün sizinlə bu ay üçün dollarda, qızılda və S&P 500 indeksində olan gözləntilərimi paylaşacağım. Bir öncəki dəfə bununla bağlı video paylaşmışdım və dollar indeksində 17 sentyabrdan etibarən olan yüksəlişin, belə deyək, yüksəliş trendinin davam etdiyini qeyd etmişdik və həmin videoda da qeyd etmişdim ki, dollarda aşağı yönlü bir korreksiya gözləyirəm və faktiki olaraq dollar indeksi bu səviyyədən, yəni 100 deyək, təxminən 100 bir kontraktı 100 dollar səviyyəsindən aşağı yönlü korreksiya etmiş oldu. Və indi federal ehtiyatlar bu həftənin 3-cü günü Fedin faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq və faiz dərəcəsinin 4%-dən 3,75%-ə endiriləcəyi ilə bağlı böyük bir gözlənti var. Təbii bunun da əsas səbəbi bildiyimiz kimi Amerikada əmək bazarında neqativ bir tendensiya var. İşsizlik uzun müddətdir ki, hətta 5, 6, 7 aya yaxındır ki, təxminən 4,3% ətrafında qalır ki, bu da təbii federal ehtiyatlar bu işsizlik səviyyəsini aşağı salmaq üçün faiz dərəcəsini aşağı salmalıdır. Və buna görə də faiz dərəcəsinin aşağı düşəcəyi gözləntisindən dolayı diqqət etirsəniz, dollar indeksində 21 noyabr tarixindən etibarən aşağı yönlü bir korreksiya var. Və bir öncəki trendlərə baxsaq, hər zaman federal ehtiyatlar faiz dərəcəsini aşağı salacaqsa və bununla bağlı gözlənti var isə, dollar indeksinin aşağı yönlü eniş və yaxud da aşağı yönlü korreksiya başlamış olur. Lakin federal ehtiyatlar faiz dərəcəsini aşağı saldıqdan sonra dollarda yüksəliş başlayır. Eyni şeyi biz 17 sentyabrda da görə bilərdik ki, yanvar ayından etibarən dollar indeksində eniş var idi və federal ehtiyatlar artıq sentyabr ayında faizi endirdi. Dollar indeksi yenidən yüksəldi. Sonra eyni bir eniş federal ehtiyatların oktyabr ayında faiz dərəcəsinin endirməsi ilə oldu. Belə ki, oktyabr ayında federal ehtiyatlar, yəni o faiz dərəcəsini endirəcəyi tarixə qədər, 17 oktyabra qədər dollar indeksi ucuzlaşdı. Federal ehtiyatlar faiz dərəcəsini endirdi, dollar indeksi yenidən bahalaşdı və eyni qaydada yenə də həmin narrativdir və federal ehtiyatların faiz dərəcəsini endirməsi ilə bağlı yeni bir narrativ formalaşıb və ondan dolayı da dollar indeksi ucuzlaşdı və Fed böyük ehtimalla faiz endirəcək və faiz endirəndən sonra mən bu ay üçün dollar indeksində yenidən yuxarı yönlü korreksiya gözləyirəm. Yenidən yuxarı yönlü, belə deyək, yüksəliş gözləyirəm və bu səviyyəni test etdikdən sonra, gözləntim 98-334 səviyyəsini test etdikdən sonra dollar indeksində yuxarı yönlü yüksəliş başlaya bilər. Təbii dollar indeksində yüksəliş olursa, bu eyni zamanda avro dolların duzlaşması və həmçində İngilis funtu və dollara da neqativ təsir edə bilər. Digər maliyyə aləti qızıl. Qızılla bağlı ümumiyyətlə bir öncəki videoda da bununla bağlı paylaşmışdım. Qızılda əslində bir range ticarət var idi və həmin range yenə də yuxarı yönlü qırıldı və mənim gözləntim 4310 dollar səviyyəsini test etməsi idi qızılın və həmin ay, yəni keçən ay bu səviyyəni görmədi. Lakin bu aya diqqət etirsəniz, qızılda böyük bir volatility clusterı, yəni burada bir sıxlaşma gedir və bu sıxlaşma əslində qızılda böyük bir hərəkətliyin olacağını göstərir. Çünki ümumiyyətlə maliyyə bazarlarında bu volatility cluster deyirlər ona. Bir volatillik sıxlaşır, ondan sonra böyük bir, belə deyək də, hər hansı bir istiqamətdə partlayış baş verir. Bu baxımdan əgər qızıl bu ay üçün bu 4248 dollar səviyyəsini qırarsa və qiymət bu səviyyənin üzərində bağlanarsa, qızılda növbəti hədəf yenidən 4391 dollar səviyyəsi ola bilər. Yox, əgər qızılda aşağı yönlü, yəni bu səviyyənin 4190 dollar səviyyəsinin qırılması və həmin səviyyədən aşağı səviyyədə, yəni bu səviyyədən aşağı ticarət edilərsə, qızılın növbəti hədəf olaraq 4045 dollara qədər ucuzlaşması gözlənilir. Lakin federal ehtiyatların faiz dərəcəsini aşağı çəkmə ehtimalı və yaxud da federal ehtiyatlar ümumiyyətlə faiz dərəcəsini aşağı sallarsa, bu bir anlamda qızıla müsbət təsirdir. Çünki Fedin faiz dərəcəsini aşağı salması inflyasiyanın artmasına, bu da dolayı yolla qızıla müsbət təsir edən bir faktordur, daha təhlükəsiz maliyyə aləti kimi. Bu baxımdan mənim gözləntim qızılın bu ay ərzində bu range'i yuxarı yönlü qırmasıdır. Yəni 4248 dollar səviyyəsini qırdıqdan sonra 4393 dollar səviyyəsinə
satacağını güman edirəm. Bir də S&P 500 indeksi ilə bağlı S&P 500 indeksində ümumiyyətlə maraqlı bir tendensiya var. Keçən ay S&P 500 indeksi 4648 belə deyək 4642 dollar səviyyəsini qırdı və növbəti hədəf olan 6400 37 dollar səviyyəsini görmədi. Əslində burada orderlar var və yenidən alış girərək bu qiyməti yuxarı qaldırmış oldu. Lakin mənim gözləntim, diqqət etsəniz S&P 500 indeksində də yeri gəlmişəm, burada bir volatility cluster, yəni bir sıxlaşma yaranır. Bu 6887 dollar və 6817 dollar, yəni bu range arasında bir sıxlaşma yaranır ki, bu da təkrar edirəm, bunun belə deyək, əgər belə bir sıxlaşma varsa, böyük bir hərəkətlilik gözlənilir. Və mən bu baxımdan S&P 500 indeksini yenidən aşağı yönlü korreksiya edəcəyini, ən az bu səviyyəni, yəni 6545 dollar səviyyəsini test edəcəyini və yaxud da ki 6449 dollar səviyyəsini test edəcəyini gözləyirəm. Təbii, federal ehtiyatların faiz dərəcəsini endirməsi S&P 500 indeksinə müsbət təsirdir əslində. Lakin S&P 500 indeksindəki yüksəliş bir 3 aydır ki, təxminən artıq bir yığım mərhələsinə daxil olub, yəni range içərisində ticarət olunur və bu baxımdan əslində S&P 500 indeksində olan yüksəliş sanki məhdudlaşıb və qeyd etdiyim kimi gözləntim bu ay üçün S&P 500 indeksini 6449 dollar səviyyəsinə qədər gələcəyidir. Təbii S&P 500 indeksi aşağı gəlirsə, bu ümumi olaraq səhm bazarını aşağı çəkir və hər hansı bir səhmlə ticarət edirsə, təbii ki, onun betası tutalım ki, beta nədir? S&P 500 indeksinə olan həssasiyyəti bir mənada deyək səhmin. Əgər betası yüksəkdirsə, təbii ki, bu həmin o səhmdə olan enişi daha da sürətləndirə bilər və yaxud da əksinə. Belə dostlar, ümumi olaraq dollar, qızıl və S&P 500 indeksi ilə bağlı bu ay üçün gözləntim, uzun vədəli gözləntim bu yöndədir. Ümid edirəm faydalı olmuşdur. Sağ olun.